Əməkdar artist Gülüstan Əliyeva Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Zahid Əhmədovun görüntülərini yayıb. Adamın həyatı, ömrü gəlib lent kimi gözünün qarşısına. Baku Dablis xəbər verir ki, Akademik Opera və Balet Teatrının solisti 10 yanvar tarixində şəhidin doğum gününü təbrik edib. Doğum günün mübarək şəhidim. Sənətçi Zahid Əhmədovun dostları ilə birgə çəkilmiş videosunu paylaşaraq belə şərh yazıb. Unudulmayanlar, sizləri unutmadıq. Vətən üçün doğulduğunuz üçün, vətən üçün öldünüz. Bu gün Cəbrayılın igid oğlu Zahid Əhmədovun doğum günüdür. Bu videoda danışanlar şəhidlərimizdir. Adamın həyatı, ömrü gəlib lent kimi gözünün qarşısından keçir. Mənim öz dəfn mərasimim də gözümün qabağından keçdi. Ondan 2 ay qabaq Zahid rəhmətə getmişdi. Zahidin təmsaraqlı dəfni də yadıma düşdü. Avtobusa minən günü, posta gələn günü. Xatırladaq ki, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da Qarabağ savaşında şəhid olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Zahid Əhmədov Cəbrayıl rayon polis idarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Ülfət adlı bir oğlu yadigar qalıb.